Salam değerli izleyiciler, kanalıma hoş geldiniz. Biz bugün tam tipinin üzerindeki əməliyyatları öğreneceğiz. Gəlin baxaq. Tam bilirik ki, tam ədədlər üzərində toplama, çıxma, vurma, bölmə əməliyyatları yerinə yetirə bilərik. İndi baxaq Pythonda da. Məsələn, A bərabərdir 70 olsun, B bərabərdir 50 olsun. Yazaq aşağıdan, məsələn, A minus B, enter vuraq, 20. Həqiqətən də 70-dən 50-dən çıxanda 20-dir. A plus B-ni vuraq, eləyəcək 90, 120. 70-in 50-dən toplayacaq, eləyəcək 120. Daha sonra A vurulsun B. 70'i 50'ye vuranda eləyəcək 3500. A bölünsün B. O da eləyəcək, yəni 70'i də 50'ye böləndə eləyəcək 1.4. Bunları bura ataq. Belə. Daha sonra burada bəzi əməliyyatlar var. Məsəl üçün, qüvvəti yazmaq istəyən zaman biz bu zaman 2 dənə ulduzdan istifadə edəcəyik. 2 üstü məsəl üçün 3 belə olacaqdır. Belə yazılacaq 3. O da eləyəcək məsələn 8. Enter vuran zaman. Gəlin onlara da baxaq. Tutaq ki 2. 3 yazan zaman enter vuranda cavab bizə verdi 8'i. Yəni bu 2 dənə ulduz işarəsi bizə nəyi verdi? Qüvvəti. Qarşısından da gəlin yazım. Və yaxud da ki biz bunu POV-la da yaza bilərik. POV 2,3 yazanda yenə eyni cavab olacaq. Yəni birincinin üstü ikinci olur. Gəlin Pythonda da yazaq bunu. (2,3) bağlayaq. Baxın, həqiqətən də cavab bizə 8'i verdi. Yəni 2 üstü 3. Yəni qüvvəti 2 yolla yazmaq olar. Ya 2 dənə ulduz və yaxud da ki POV funksiyası ilə. Bir də Pythonda 2 dənə slash var, faiz işarəsi var. Bunların gəlin fərqinə baxaq. Bir də tək slash var idi. Tək slash əslində baxdıq. Tək slash bizə hər zaman float tipində verəcəkdir. Cüt slash bizə verəcəkdir tam hissəni. Buraya yazalım, tam hissə. Faiz işarəsi qalığı verəcəkdir. Tək də float. İndi gəlin bunu nümunələrlə də yazaq. Məsələn, olsun 40 tək slash 7. Baxın, həqiqətən də tək slash ilə bizə bunu float tipində verdi. Əsas odur, məqsəm başa düşək. Sonra 40 2 dənə slash 7 olanda 40'ı 7'ye böləndə tam hissə neçə düşür? 5 dəfə düşür. Cavab olacaq 5. Sonra 40 faiz işarəsi olacaq 7. 40'ı 7'ye böləndə qalıq neçə alınır? 5 alınır. Belə cavab olacaq 5. Yəni belə. Bunları da ataq. Bura. Belə. Bir də üstündən gedək. Tək slash float tipində verəcəkdir cavabı. 2 dənə slash tam hissəni götürəcəkdir. Faiz işarəsi isə qalığı göstərəcəkdir bizə. Gəlin başqa tip nümunələrlə üzərində daha möhkəmləndirək bunları. Məsələn,
D bərabərdir 3 vurulsun 12 minus 5 minus 3'ün kvadratı, yəni belə 4 minus 3 aşağıdan da yazılır m bərabərdir puf d virgül 1. Cavab neçə alınır? Videonu dayandırıb sualı tapıb daha sonra izləyə bilərsiniz. Gəlin biz bunu Python'da da yazaq. D bərabərdir və m-i soruşur bizdən. Cavab verəcək 0.0. Gəlin baxaq görək bu sıfırı buradan necə aldı. Buradan m-i də yazın belə. Riyaziyyatdan bildiyimiz kimi birinci mötərizənin içərisi tapılacaq. Baxın 12'dən 5 çıxacaq, neçə eləyir? 7. 3'ü vuracaq 7'yə 21. Bura oldu 21. Minus 3'ün kvadratı eləyəcək 9. 21'dən 9 çıxacaq, eləyəcək 12. Bura bütün mötərizənin içərisi elədi 12. Daha sonra bu mötərizədə yazılmayıb deyə birinci bilirik ki, riyaziyyatdan bölmə, daha sonra çıxma əməliyyatı yerinə yetirilir. Ona görə 12'ni böləcək 4'ə eləyəcək 3. 3'dən də 3'ü çıxacaq, eləyəcək 0. Biz d-ni tapdıq 0. D-ni də gəlib yerinə yazacaq 0. 0 üstü də 1, eləyəcək 0. Və cavab bu. Başqa bir nümunəyə də baxaq. Məsələn, d bərabərdir 5 vurulsun 15 minus 7 minus 2'nin kubu bölünsün 4 minus 3. M bərabərdir puf d minus 3 d. Aşağıdan da m sual. Yenə burada birinci mötərizənin içərisi həll olunur. Sonra vurma, sonra qüvvəti yüksəltmə, daha sonra çıxırıq, sonra burada da bir mötərizə var. Mötərizə yerinə yetirilir, sonra bölmə əməliyyatı yerinə yetirilir və sonra d-nin cavabı aparılır, yerinə qoyulur burada. Yəni bunun cavabını şərhlərdə bildirməyi unutmayın. Baxaq indi başqa tip misallara. Məsələn, a bərabərdir, verilibdir, tutaq ki 8, b bərabərdir 9, c bərabərdir 1, sonra a bərabərdir 4, c bərabərdir 7, axırda a plus b plus c-ni bizdən soruşur. Bu zaman bu tipli suallarda necə edəcəyik? Dəyişənin dəyişmiş qiymətinə baxmaq lazımdır. Enter vuraq. Cavab 20 verdi. Gəlin baxaq görək necə tapıldı. Bu tipli misalda baxın a-nı 8 veribdir. Okey, heç nə. B 9, C 1. Daha sonra a-nı 4 verib. A-nı 4 verəndə avtomatik birinci qiymət getdi. Sonuncu qiymət, yəni dəyişənin dəyişmiş qiymətinə biz baxmalıyıq. A oldu 4. C-miz isə 1 deyil, 7. Daha sonra 7 verir. B-miz də 2, 9. Yəni gəlin yerinə yazaq. A olacaq 4. Üzərinə gəlsin B. B neçə oldu? Elə 9-dur. C-miz də qiymətini dəyişmişdi, oldu 7. 4 üstə gəl, 9 üstə gələk 7 eləyəcək 20. İndi başqa tipə baxaq. Məsələn, başqa tip dediyim daha doğrusu bu tipdir.
Sadəcə yazılış qaydasına baxaq. Məsələn, A bərabərdir 5 veribdir bizə. Yazım, elə bura yazım. A bərabərdir 5. B bərabərdir 8. A bərabər B yazaq. Bura daha doğrusu A mənsəd B-yə. B, A, sonra A-nı, B-ni bizdən soruşur. Bunu Python'da da yazım. Elə. A-nı soruşur və B-ni soruşur. Hər ikisi 8 anındır. Gəlin baxaq görək niyə. Baxın, A 5-dir, B 8-dir. Sonra deyir A-nı B-yə mənimsət. Yəni, burada A oldu 8. A dəyişəni 8 oldu. B dəyişəni deyir A-ya mənimsət. Biz A-nın artıq yeni qiymət aldığına görə biz onu buradakı 5-i götürməyəcəyik. Sonuncu nə alıbsa onu, yəni A artıq qiymətini dəyişdi, 8 oldu. Ona görə B də olacaq 8. Yəni A da 8, B də 8 olmuş olur. Biz bunu başqa cürdə yaza bilərik. Belə yaza bilərik. A bərabərdir 10, B bərabərdir 20. A virgül B bərabərdir B virgül A. Bu zaman necə olur? Baxın, birinci yerdə duranlar dəyişənlərdir də. A dəyişəninin qiyməti B-yə mənimsədilibdir. Daha doğrusu B dəyişəninin qiyməti A-ya mənimsədilibdir. B-ninki də, A-nınki də B-yə. Yəni, burada belə olur da. A, belə də yazmaq olar. 20, 10. Yəni, A-nın qiyməti burada 20 olacaqdır. B-ninki də 10 olacaqdır. Nə olsun, yuxarıda belə yazılıbdır. Yəni, yerinə yazılan zaman belə olur. İndi gəlin bu tipli misallara baxaq, daha aydın olsun bizim üçün. Yazaq, məsələn, A bərabərdir. A dəyişən mənimsədilibdir 10-a. B 5 C olsun 70. A virgül C İndi enter vuraq. Burada məsələn A-nı soruşaq, B-ni soruşaq, C-ni soruşaq. Baxaq görək bunları necə aldılar. Aha. Deməli, burada baxın A 10-a mənimsədilibdir, B 5-ə, C 70-ə. Deyir burada da bu aşağıda. Deyir A-ya B-nin qiymətini mənimsət, yəni A-ya 5-i. Oldu A 5, 10 olmadı artıq. Sonra C-yə də A-nı mənimsət. Bu arada eyni zaman belə dəyişən zaman, eyni zaman nə dəyişirsə, biz onu götürməliyik. Yəni, eyni zaman dəyişəndə, məsələn, A burada eyni anda olur da, yəni A, elə bir ki, A burada B dəyişəninin qiymətini alırsa, C də A-nı alır. Ancaq yuxarıdakını alacaq. Çünki niyə? Eyni zamanda baş verirdi də, yəni A-nın düzdür, sonuncu qiyməti 5-dir. Amma bu eyni zamanda baş verir deyə, burada C-nin qiyməti olacaq 10. Ona görə A olacaq 5, sonra C olacaqdı 10, B də olacaqdı elə 5. İndi başqa bir nümunəyə də baxaq. A 15 B Ay, virgül qoymağı unuttum. Sonra A-nı sor. Baxaq bu suala. Burada A 15, B 25, C 35-dir. A B-yə B-nin qiymətini aldı. Yəni A oldu 25. Burada B də oldu A. Bu eyni zamanda baş verdiyinə görə
Elə bir qiymətlərini dəyişdilər. A oldu 25, B də olacaq 15. Yəni eyni zamanda baş verdilər. İndi bunların sonuncu qiymətləri nə oldu? A 25, B 15. Daha sonra B qiymətini dəyişdi C-yə. Yəni daha doğrusu C-nin qiymətini aldı. B-nin qiyməti olacaqdı 35. Sonra C də qiymətini dəyişib olacaqdı A. Yəni A-da 25-dir sonuncu qiymət. Yazacağıq bura 25. A 25, B 35, C də 25. Yəni bu məsələn belə yazılanda burada A, B bərabərdir B, A yazılı B. Burada eyni zamanda baş verir deyə. Məsələn, A dəyişib 25 olanda A-nın sonuncu qiyməti biz 25-i götürmürük. Əvvəlki 15 ilə hələ tapırıq. Çünki eyni zamanda baş verir. A qiymətini dəyişir, B də qiymətini dəyişir. Yəni eyni zamanda baş verir bu proses. Bu günlük bu qədər. Gələn dərslərdə görüşmək ümidi ilə.